Salam əziz şagirdlər, başlayaq səhifə 151 izahına. Demək, nümunə verib, nümunəni özünüz yaza bilərsiniz. Mən burada 9-un birincisini həll edəm. Əvvəlcə üçbucaqların oxşar olduğunu ispat edək. Əvvəlcə həllini yazdım, sonra başa salım. Diqqət edin bura. Bucaq 1 ilə bucaq 2 bir-birinə bərabərdir. Bu bucaqlar bərabər. Şərtdə verilib. Şəklin üzərində verilib. T bucağı ilə P bucağı bərabər. Sonra bucaq 3 ilə bucaq 4 isə bu bucaqla bu bucaq. 3 ilə 4. Qarşılıqlı bucaqlar olduğuna görə bərabərdir. Lor dildə üzbəüz deyək də. Bir-birinə bərabərdir. B əlamətinə görə, bucaq əlamətinə görə. Burada qeyd etməmişəm. Bucaq əlamətinə görə, uzaqbaş sözlə yaz, əlamətinə görə. 3 bucaq TLK ilə 3 bucaq PL bərabərdir. Niyə? Baxın. T bucağı ilə P bucağı bərabərdir. L bucağı ilə L bucağı bərabərdir. Aydın ki, K-la da M bərabər olacaq. İndi burada tərəflər nisbətini baxaq. Bu iki üç bucaq oxşarı deyə TL bölünsün yazıram. PL yazdıq bura. TL bölü PL bərabərdir. TK bölünsün PM. Uyğunluğa diqqət edirsiniz. TK böl PM. O da bərabərdir. LK bölünsün LM-ə. LK böl LM. Yazdıq bura. TL'in yerine yazıram 4. 4. TL. PL'in yerine yazıram 6. Olur ne? 4 bölünsün 6. TK böl PM'in yerine de yazıram. TK x'dir. PM de 12'dir. Olur x böl 12. Bu bizə lazım olmaz. Çünki orada ədəd verməyib. Tənasübün xəssəsindən istifadə edək, həll edək. Olur 4 vurulsun 12 böl 6. Vəssalam. 12 ilə 6 gedir, qalır 2. Cavab edir 8. Demək, burada RS paraleldir PT-yə. Düzdür? Paraleldirsə, bu bucaqla bu bucaq bərabərdir. Buraya yazaq 1, buraya yazaq 2. Uyğun bucaqlardır da, məsələn, 2 dənə belə xətt çəkirdik, paralel xətt. Bir dənə kəsən olanda, məsələn, buradakı bucaqlar bir-birinə bərabər olurdu. Sonra bu bucaqla da bu bucaq bərabərdir. Bucaq 3, bucaq 4, hə? Niyə görə? Uyğun bucaqlardır, ona görə. Demək, bucaq əlamətinə görə 3 bucaq QRS, biz Q də deyərdik buna. 3 bucaq QPT belə deyək. Bu üç bucaqlar oldu oxşar. Demək, indi baxın bura. QR bölünsün BP. Demək, QR bölü QP bərabərdir. RS bölünsün PT-yə. O da bərabərdir. GS böl GT-yə. Baxın, buna baxın. RS neçədir? Bax bu. 12 verib də burada. PT neçədir? 16. Bərabər GS. Buna bir Y yazaq. Belə deyildi. Bu 20, bu da bu hissə x ise bura olacaq 20 çıx x. Bölünsün 20. İndi bunu həll edək. Baxın bura. 16 ilə 12-ni aparıram ixtisar. Burada 3 qalır, burada 4. 4 ilə də 20-ni aparıram ixtisar. Burada 5 qalır, burada 1. Tənasübdə məxrəclə mübariz aparmaq olur. Deməli 20 çıx x
bərabər 3 vur 5'e. Yəni 15. X də bərabər 20 çıx 15. X bərabər 5. Bu belə. İndi bunu istəyirdim mən başqa yolla da yazam. Hələ ki qalsın. Başqa çalışma olsa bəlkə başqa yolla yazdıq. Keçək növbəti çalışmaya. Bu üç bucaqların da oxşarlığını isbat edək. Baxın bura, bu bucaqların bərabərliyini verir. Buraya yazaq alfa alfa. Bunlar ikisi oldu bərabər, düzdür? B bucağına yazıram beta. Diqqət edin. Bu düz bucaqlı üç bucaqda, üç bucaq AB'də düz bucaqlı üç bucaqdır. Düz bucaqlı üç bucaqda iti bucaqların cəmi 90 dərəcədir. Demək, iti bucaqların cəmi 90 dərəcə oldu. Axı bu bir digər üç bucaqdır. Üç bucaq ADC-dir, düz bucaqlı üç bucaqdır. Bu birisinin bir bucağı alfa, o bir bucağı beta olduğundan, demək alfa ilə beta 90'dır. O zaman bu bucaq da beta olacaq. Alfa, beta. Bunlar eyni. İki dənə bucaq bərabər oldu mu? Yəni BB əlamətinə görə üç bucaq A, B, D oxşardır. Üç bucaq C, A, D. Diqqət eləyin ha. Bunu AC'də yaza bilmədik. Olmaz AC'də olmaq. İndi izah edeyim niyə. Diqqət edin. Əslində düz bucaqlı üç bucaqları məsələn bir dənə iti bucaqları bərabərsə o üç bucağa oxşar olur. Çünki ikinci bucaq onsuz da 90'dır. Bucağın biri 90'dır. Bir də bərabər oldusa, demək üç bucaqlar BB əlamətinə görə oxşar olur. Baxın ABD üç bucağına baxın. ABD üç bucağında A alfadır. A bucağında alfa. B bucağına beta yazmışıq. D bucağı 90 dərəcə, düzdürmü? İndi CAD-də bax alfa, C alfadır. A da beta yazılıb, D də 90 dərəcə. Bax uyğunluq qorunur, baxın bucaqların uyğunluğu. Bucaqlara uyğun baş hərfləri yazırıq. Üç bucaqlar oldu oxşar. Bu oldu belə. Bunu bildik. İndi tərəflər nisbətini yazaq bax. AB bölünsün CA. CA bərabər. BD bölünsün AD. BD böl AD. Diqqətlə qulaq asın. O da bərabər AD bölünsün CD. AB. AB'ye nə verib burada? 3x çıx 6. CA'ya nə verib? CA 40. Deməli AB 3x çıx 6'dır, CA 40'dır. Bərabər BD. BD'ye verib x də 6 şəklin üzərində yazmışıq da onu da qaralamaq istəmirəm. AD'ye nə verib? Deməli BD'yi yazdıq. AD'ye nə verib? A'dan D'ye. Onda bu hündürlükdə olduğu kimi yazdıq. Sonra yenə AD H CD 12. Demək burada bir dənə şey diqqətsizlik eləmişəm. Bura 32'dir. Hündürlük Pifaqordan tapaq. Deməli h kvadratı bərabər h kvadratı üstə gəl 32'nin kvadratı bərabər 40'ın kvadratı. Pifaqora görə yazdıq. Buradan alınır ki h kvadratı bərabər 40'ın kvadratı 1600 çıxılsın 32'nin kvadratı 1024. 1024 bu da olur 576. O da 24'ün kvadratı. 24'ün kvadratı demək h bərabər oldu 24'ə. Deməli aşağıda davam eləyək bu yazıya. Belə bizə yer çatmadı. O da bizə problem yaradır. Və bu tənasibi həll edək. X tapaq. Baxın bana baxın. X üstə gəl 6 vur 32 bərabər h vur h. H vur h da 24 vur 24'dür. Daxil bu h'lar 24'dür. Əvəz salam. Hər tərəfi bölək məsəl üçün.
Bir de buradan x üstə gəl 6 bərabər 24 var 24 böl 32. 32 ilə 24-ü 8 aparıram 3 dəfə 4 dəfə 4 ilə 24 aparıram qalır 6 dəfə 1 dəfə. Burada qaldı x üstə gəl 6 bərabərdir 3 var 6 18 x bərabər 18 çıx 6 x bərabər oldu 12. Bizə deyir AB və BD-ni tap. Baxaq. Şəkildə AB 3x üstə gəl 6-dır. BD də x üstə gəl 6. AB bərabər 3x üstə gəl 6. O da bərabər 3 vurulsun 12 üstə gəl 6. Neçəni yiyir? 48 o da 6. 36 o da 6 42. BD'ni də verib x üstə gəl 6. Hə? 12 üstə gəl 6 bərabər 18. Hə, burada bir dənə mexaniki səhv eləmişik. Deyəsən çıx 6-dır. Yorğunluqdandır. 3 dəfə 12. 36-dan 6 çıxıram eləyir 30. Deyək, biri 30 oldu, biri 18 oldu. Baxaq buna. Şəkili çevirdim ki, rahat olsun. Baxın, n bucağı ilə a bucağı bərabərdir. Yox. H bucağı çalışdım. N bucağı ilə H bucağı bərabərdir. T bucağı ilə B bucağı bərabərdir. Deməli, BB əlamətinə görə bucaq, yəni ikinci əlamətə görə. Əlamətinə görə. Üç bucaq HTK oxşardır. Yerləşməyəcək yəqin. Üç bucaq uyğunluğu qorumalıyam. NQP-yə. İndi burada HT bölünsün. NQ bərabərdir. TK bölünsün. GP bərabərdir. HK bölünsün NP-yə. HK bölün NP. Deyə burada HT nədir? HT bölünsün NG. HT 3x üstə gəl 2y-dir. Şəklin üzərində verilir. NG 14'dür. TK bölünsün GP. TK 24'dür. GP 16'dır. HK bölü NP. HK 3x üstə gəl Y-dir. NP-də 9'dur. İndi bunu həll edək. %24 16'nın yerində ixtisar aparım, işim rahat olsun. 8 aparıram da, burada 2 qalır, burada 3. İndi bu tənasibi həll edək. 3x üstə gəl 2y vur 2 bərabər 14 vur 3. Hər tərəfi 2'yə bölürəm. Burada 7 qalır, burada 1 qalır. Deməli 3x üstə gəl 2y bərabər 21'ə. İndi bu birisinə baxaq. 3x üstə gəl y vur 2 bərabərdir nəyə? 3 vur 9'a. Tənasübdən istifadə edək. Buradan alınır ki 3x üstə gəl y bərabər nəyə? 27 böl 2. 13 15. Bunun hər tərəfi mənfi 1'ə vursaq mənfi 1. Tənasüb var. Demək 3x vururam mənfi 1'ə nə olur? Mənfi 3x
Y vururam mənfi 1'ə, çıx Y. 13 onda 5'i vururam mənfi 1'ə, mənfi 13 tam onda 5. Sistemi həll edək geçsin. 3x'lər getdim. 2y'nin üzərinə mənfi y'dən 1y gəlir. 21'in də üzərinə mənfi 13 onda 5 gələndə çıxılır. 21'dən elə 13 çıxıram. Eləyir neçə 8. 8'dən də 0 onda 5 çıxıram. 7 onu belə yazıqsa, məsələn, burada bir dənə vergül yazıb 0 yazıram. Ondan 5 çıxıram 5. 1'dən 1'i getmişdi bura. Qalmışdı 0. 2'dən 1'in verdim. Ondan 3 çıxıram 7. Y oldu 7 onda 5. İndi x'i tapaq. Mesela bakın bura orada. Buradan 3x bu ikisiyle de işleyebiliriz. Mesela 3x beraber neye? 21 çıx 2y. Ha? 21'den çıxıram 2 vur 7 onda 5. Y 7 onda 5'də axı. O 21 çıx 15 o değil 6. 3x beraber 6'dırsa x de beraber 6 bölü 3'dür. Mesela. Bir de bu. Cevap ne oldu? X beraber 2. Y beraber 7 tam onda 5. Deməli burada bizdən HT'ni istəyirdi. 3x üstəgəl 2y. X'in yerinə 2 yazıram, y'in yerinə 7 onda 5 yazıram. 3 vur 2 üstəgəl 2 vur 7 onda 5. 6 üstəgəl 15. 21. HK nə eləyir bəs? 3x üstəgəl y. 3 vur 2 üstəgəl 7 onda 5. 13 tam onda 5. Cevap bunlar imiş. Demək əziz şagirdlər, ona bir də baxaq niyə? HT bölünsün x, y istəyirsə bayaq kimi həll etməliydik. HT ilə NG. Deməli NG oldu 14 bərabər 24 bölü 16 bərabər HK bölünsün 9. 2, 3. Buradan HT bərabər, bunu həll eləsək 14 vur 3 bölü 2. 21. HK'nı istəsə yorğunluqdan işarətə tam diqqət eləməmişdim. Ki bizdən nə istəyir, amma yenə də həll düz yazmışıq. Bu da olur 9 vur 3 bölü 2. Bu da olur 9 27 bölü 2 13 onda 5. Yəni bu ikisini istəyirsə bizdən x, y tapmağımıza ehtiyac olmur. Bu formada tapa bilərik. Demək burada C bucağı ilə B bucağın bərabərliyin verib. Bu iki dənə bucaq bərabərdir. Bu bucaq 90 dərəcə. Düz bucaq bucağın iti bucaqları 90 olduğundan daha doğrusu o bir digər bucaqlara baxmağa ehtiyac qalmır burada. Niyə? Məsələn bu ikisi bir-birinə bərabər alfa. Bura ikisi də 90 dərəcədir. 90 dərəcə, 90 dərəcə. Bucaq əlamətinə görə bu üç bucaqlar oxşardır. Yəni üç bucaq ACF oxşardır üç bucaq DBF-ə. Buradan AC böl DB bərabərdir CF böl BF. O da bərabərdir AF böl DF.
Burada AF'i tapaq və buradan bura qədər məsafə. Buraya yazıq A, düzdürmü? Bu B, bu da C. Fiqur ədədlərinə görə A kvadrat üstəgəl B kvadrat bərabər C kvadratdır da, fiqur düsturuna görə. Olur A kvadrat üstəgəl B 12'nin kvadratı bərabər 20'nin kvadratı. A'nı birbaşa 16. Fiqur ədədləri bilənlər bilir ki, katetin biri 20, hipotenuz 20, katet 12 isə digər katet 16 olacaq. Amma yenə də burada həll edək. A kvadrat bərabər 20'nin kvadratı 400'dür. Çıx 12'nin kvadratı 144. O da bərabər neçə edir? 256. 256 16'nın kvadratıdır. Deməli A bərabər oldu 16'ya. İndi baxaq bura. AC böl DB. AC nədir? 20. DB nədir? DB yazaq bir dənə. Elə bizdən DB ilə CB-ni istəyir də. DB-yə yazaram X. Sonra CF. CF verib 12. CF böl BF. BF nədir bəs? BF-ə də yazıram Y. Sonra AF böl DF. AF neçədir? Tapdıq 16. BF neçədir? Yox, DF açdım. DF-ə də yazacaq Z. Aha. Demək əziz şagirdlər, diqqət edin bura, bu şəklin üzərində bura B verib x üstəgəl 8'i. Hə. Birisine verib x üstəgəl 2'ni. Z də hələ ki qalsın. Demək əvvəl bunu həll edin, x tapaq. X üstəgəl 8 vurulsun 12 bərabər x üstəgəl 2 vurulsun 20. Hər tərəfi 4'ə belə işimiz rahat olsun. Burada 5, burada 3. Mötərizəni vur baçaq. X-i vururam 3'ə. 3x üstəgəl 8'i vururam 3'ə 24. X-i vururam 5'ə 5x. 2'ni vururam 5'ə 10. Buradan 3x çıx 5x bərabərdir 10 çıx 24 mənfi 2x bərabər mənfi 14. X bərabər 7. X-i tapdım. İndi DB ilə CB-yə baxaq. DB nəyə bərabərdir? Şəkilə baxsaq DB-də verib x üstəgəl 8. Yəni 7 üstəgəl 8. 15. CB-də nə verib? Şəkilə baxın. 12 üstəgəl x üstəgəl 2'ni verib CB-də. X-in yerinə 7 yazıram. 12 üstəgəl 7 19. O da 2 21. Əssalam. Baxın bura. CDH üçbucağını yenidən qıraqda çəkdim. Diqqət edin. Bu bucağı ilə bu bucaq bərabər, düzdürmü? Yazdım bura. D bucağı ilə H bucağı bərabər. C bucağı ilə C bucağı bərabər, düzdürmü? Deməli B bucaq əlamətinə görə üçbucaq CDH oxşardır. Üçbucaq CHE-yə. İndi buradan CD böl CH. CD böl CH bərabər. DH bölünsün HY. O da bərabər CH böl CY. Uyğunluğu qoruduq.
Neyse balaca yazdım. C'de 2x çıx 1'dir şəklinin üzərində verilib. Sonra h'de 2x üstə gəl 1'dir. CH 6'dır. Devam edək. Demək C'de 2x çıx 1 böl CH. CH 6'dır. Bərabər DH və baxaram indi buna. DH bölsün HY. DH baxıram 2x üstə gəl 1 yazılıb. HY nəsədir? HY 10'dur. Bizdən nə istəyir? CD ilə DH istəyir. CH ilə HY artıq bu birisi bizə lazım deyil. Yox. CH ilə C'yi. Onsuz C'yə də bir ədəd verməyib bizə. Əvvəl bunu həll edək. Baxın bura. 6 ilə 10'u ixtisar aparıram. 5 dəfə 2 burada, 3 dəfə 2 burada. Demək tənasübdən istifadə edək. 2x çıx 1 vur 5 bərabər 2x üstə gəl 1 vur 3. Mötərizənə vurub basaq. 2x'i 5'ə vururam 10x çıx 1 vururam 5'ə 5. 2x'i 3'ə vururam. Bərabər 6x üstə gəlir. Deməli 10x deyib 5x yazdım. Yorğunluqdan üzr sayın. Ne oldu mənə? Deməli 10x çıx 6x bərabər 3 üstə gəlib 5. 10x çıx 6x 4x bərabərdir 8. Buradan da anılır ki x bərabər 8'i bölürəm 4'ə, o da bərabər olur 2'yə. Bizdən deyir CD, bizdə HD. Bu ikisini tapaq. CD'ye verib 2x çıx 1. 2 vur 2 çıx 1. 3. X axı 2'dir. Yazdım bura. DH'ə də verib 2x üstə gəl 1. Yine bu 2'ni yazıram x'in yerine olur. 2 vurulsun 2. Üstə gəl 1. O da eləyir 5. Vəssalam, cavabı tapdıq. Demək verilir ABCD paralelogramı. AB 6, AD 9, CF 3 tapın. C ve Y'nin uzunluğunu tapaq. Baxın bura. Bu üç bucaqda, 2 dənə üç bucaqda A, E, D və CF-dir. Bu bucaqla bu bucaq bərabərdir. Çarpazda axı. Məsələn 2 dənə paralel çıxart belə bir də kəsən olanda bu bucaqlar bərabər olur bir-birinə. Çünki daxili çarpazdır. Deməli bura hərf yerləşdirə bilmirəm deyə xətlə qoyuram bucaqların bərabərliyini. Məsələn bax bu bucaqla da bu bucaq bərabər olur. Yəni bax bura ilə də bura bərabərdir. 2 dənə bucaq bərabər oldu, düzdür? Üçüncü bucaq, Y'dəki bucaqlar da bərabər eləyə bilər, amma burada ehtiyac qalmır. 2 dənə bucaq bərabərdirsə, 2 dənə bucaq qeyd elədik. Bucaq əlamətinə görə 3 bucaq FC'ye oxşardır 3 bucaq ADE'ye. Bu tərəflər nisbəti verməyə ehtiyac yoxdur, rahatlıqla görünür. Bax burada demək bu tərəf bölünsün. Bu tərəf bərabər olur bu tərəf bölünsün bu tərəfə. Yəni tərəflər nisbəti bərabər olur bir sözlə. İndi burada CF bölünsün AD bərabərdir CY bölünsün YD yaza bilərik. Burada mesela buranı x, buranı 6x yaza bilərik. Niyə? Buradan bura 6'da axı. Tənasüb kimi yerində qoyub işləyə bilərik. Amma bunu mən sizə başqa yolla başa salaram. Bayaq bir məsələdə dedim. Dedim ki, başqa üsulu başqa məsələdə başa salarıq. Bu üsul rahatdır da. Bunu
Mesela CF'in yerine 3, AD'nin yerine 9 bölünsün. Sonra C'ye x, bu da 6x. Bunu bu formada yazıp işləyə bilərik. Bu belə. İndi bu tərəflər ki 3 bölü 9 nisbətindədir. Çəkib silgini işləyirəm. 3 bölü 9 nisbətində. O zaman C'ye 3K, YD'ye 9K yaza bilərik. 3K bölü 9K. Deməli 3K üstəgəl 9K nəyi verir bizə? 6'nı verir də, 6 santimetri verir. 12K bərabərdir 6. K bərabər 2'də 1. K 2'də 1'dirsə C'ye nəyə bərabərdir? 3K'ya. 3 vur 2'də 1. Yəni 3 vur 2'də 1. Yəni 0.5. 1.5 inir. O birisi də 7'de 9. 7 bərabər 9K idi. 9 vur 2'də 1, yəni 9 vur 0.5. Bərabər 4.5. Bunun bir dənə yolunu sizə izah edeyim. Biraz rahatlaşdırın. Baxın indi. 1K bölü 3K kimi də yaza bilərəm. Necə? Bu 9 ilə 3 tərəflər ixtisarında 1 bölü 3 olur da, düzdürmü? Bunun birinin 1K, birinin 3K yaza bilərəm. Yəni C'ye bölü 7. Buradakı CF bölü AD 3 bölü 9 deyin. 1 bölü 3, yəni 1K 3K. Şəkildə də qeyd etdim 1K. İndi burada alınır 1K üstəgəl 3K bərabər yenə nəyə? Bu 6'ya. 4K bərabər 6. K bərabər 6'nı bölürəm 4'ə 1.5 formada da yaza bilərik. Bunu indi yuxarı qaldıraq. Demək şəkildə görünür. Deməli CD 1K oldu 1.5. CD deyirəm, üzr sayın C'yi. Buradan da sonra D'ye de bərabər 3K. 3 vur 1.5. 4.5. Belə. Deməli AB bərabər 4. AC bərabər 12. AM'in rombunun perimetrini tapın. Baxın burada. Burada 2 dənə paralel, bir dənə belə kəsəndirsə, bu bucaqla bu bucaq uyğun bucaqlar olur, bir-birinə bərabərdir. Məsələn, bura ilə bura bərabərdir. Romda qarşı bucaqlar bərabərdir. O heç onunla işimiz yoxdur. İndi bu bucaqla da bu bucaq yenə bərabər. Çarpaz bucaqlar da. Bu ikisi də oldu bərabər. Yox, buradan nə çatışmır. Romun bütün tərəfləri eyni. Demək, romun bütün tərəfləri burada eynidir. Bura yazıram nə? A. 4 də eyni oldu. Bu hissə olacaq 4 çıx A. Bütöv 4-də axı. Burada olacaq 12 çıxılsın A. Romun perimetri tapmaq üçün bizə romun tərəfi lazımdır. Burada 2 dənə üst bucaq oxşar oldu. Romda bax tərəflər bu tərəflə bu tərəf paraleldir axı. Paraleldir deyə, deməli AC ilə MN paraleldir. MN paraleldir AC-yə. O zaman bu bucaqla da bu bucaq bərabərdir. Bucaq əlaməti görə 3 bucaqlar oxşar. Deməli 3 bucaq MNB oxşardır. 3 bucaq ACB-yə. İndi burada nə olur? MN bölünsün. MN bölünsün AC. A böl 12. Bərabərdir nəyə?
Bax, MB bölünsün MA-ya. Yəni 4 çıxılsın A bölünsün MA. MA da 4-dür. Vəssalam. Burada tənasüb həll edir. Tənasübdə məxrəclə məxrəc elə bir hər tərəfi 3-ə vururam və ya məxrəclə məxrəci ixtisar aparıram. Qalır belə. A vur 1 bərabər 3 vurulsun 4 çıx A. Buradan A bərabər 12 çıx 3 A-ya. A üstə gəl 3A bərabər 12-yə. Buradan 4A bərabər 12. A bərabər 12-ni bölürəm 4-ə 3-ə. Elə 4-ə 12 idisə, perimetri bunun 4 adı da. Elə bunun perimetrini 12 götürə bilərik. Vəssalam. Demək bizə deyir ki, şəkildəki oxşar üçbucaq qurun da. Ya. Buranı verib 70 dərəcə. Buranı verib 14, buranı verib 8. İndi bu pərgarla qurulur. 70 dərəcəli bir dənə bucaq götürülür. Üçbucağın qurulma qaydasına görə qurulur da mən onu burada pərgarım yox, qura bilmirəm. Amma təqribən şəkil çəkəcəm. Əsas burada bucaq eyni olsun. Bura 70-dirsə. Baxın, hər iki tərəfi məsələn 14-ü də bölüm 2-yə, 8 də bölüm 2-yə. Eyni ədədə belə. Deməli 10 bölü 2 yaz, orada bərabər yazmaq düz olmaz. Dəqiqə. 14-ü bölürəm 2-yə yazıram 7. Bu tərəfi 7 yazıram. 8-i də bölürəm 2-yə yazıram 4. Bəli. Üçbucaqlar oldu oxşar. Tərəflərin nisbəti eynidir axı. Deməli 14 bölünsün 7 bərabərdir 8 bölünsün 4. Tərəflərin nisbəti eyni oldusa və aradakı bucaqlar da tərəflərin arasındakı bucaqlar bərabər oldusa nə olur? Üçbucaqlar oldu oxşar. Bura bir dənə ad yazaq. ABC A1 B1 C1 üçbucaq ABC oxşardır üçbucaq A1 B1 C1. Hansı əlamətə görə? TBT əlamətinə görə. Vəssalam, hələlik bu qədər əziz şagirdlər, əziz balalar. Sağ olun. Allah amanında. Əməyə hörmət əlaməti olaraq da, əgər dərsi başa düşdünüzsə, izahları rahat anladınızsa, o zaman videoya rəy yazmağı, paylaşmağı, bəyənməyi unutmayın. Nəsə bir sıxıntı da varsa rəylərdə qeyd edə bilərsiniz. Sağ olun, Allah amanında.